Değerli dostlar, akşamınız xeyir olsun. Ben sizi ocağımızın değerlisi Bayraməli Çelikdənin Yenicə Işıq Üzü Görmüş Susarsam Matəm Et kitabının təqdimat mərasimində bu kitabın ışıq üzü görməsi münasibətindən değerli qardaşımızı, dostumuzu Bayraməli bəyi bir daha təbrik edirəm. Öz adımdan, ocağımızın değerliləri adından. Qoy onun kitabı davamlı olsun. Qələmi həmişə yazar olsun. Değerli qardaşımıza uğurlar arzulayıram. Buyursun Surxay da bizim ərzimiz, ocağımızın son beşiği, değerli oğlumuz Surxay Məhəmmədoğlu. Akşamınız xeyir olsun. Türkiye Türkçesinden desek iyi akşamlar. Ben bugün çok xoşbəxtəm, çok mutluyum. Çünkü ben bugün bir abimi, bir de Özlem ablamı gördüm. Yahya abimi gördüm. Yani bu ocaq benim için Türkiye bir pencere oldu. Biz zaten bir canlıq, bir bədənik, Türkiye, Azərbaycanıq. Yani bizi kimse ayırabilmez. Zaten sınırlar bizi ayırır. Biz əməldə də biriz, həqiqədə də biriz, düşüncədə də biriz. Yani biz ətlə dırnaq kimi, bizi kimsə ayıra bilməz. Mən Zöhrə anama çox təşəkkür edirəm ki, məni belə bir ziyalı ocağına hər biri, yəni gül qədər, inci qədər dəyəri olan insanlarla görüşdürdüm. O qədər xoşbəxtəm ki, yəni sözlə, o qədər mutluyam ki, o qədər sözlə onları təsəvvür belə, ifadə belə edə bilmirəm və danışa bilmirəm. Mənim Bayram hocamızı belə tanımağım, inşallah nasip olarsa, ya mən Türkiye'ye gəlsəm, ya siz Bakıya gəlsəz, sizinlə yüz-yüzə də görsəm, çox mutlu olaram, amma zaten çox mutlu oldum. Sizin simazda mən bir nur görürəm, həqiqətən. Siz Azərbaycan, Türkiye ziyalılarının bir nurusunuz. Yani ikisinin qarışığının bir nurusunuz. Siz İğdır'ı dediniz. İğdır bizim canımızdır, ciğerimizdir. Zaten İğdır'da da yani mən özüm əslən Qərb Azərbaycanlı olduğuma göre danışığımız da birdir, canımız da birdir, ürəyimiz de birdir. Sovyetler bizi ayırmış. Sözüm onda değil. Ben sizin yaradıcılığınızdan tanış değildim ama sizi çok səbirlə dinlədim. Ben bir şeye emin oldum ki siz Turan sevdalısısınız. Siz Böyük Türk Devleti'nin, Turan birliğinin yaranmağını isteyenlerden, ona çalışan insanlardan birisiniz ve belki öncülerden birisiniz. Ne güzel, hakikaten çok güzel. Burada her biriniz çok güzel çıxışlar elədiniz. Mənə söz qoymadınız. Yani ancaq sizə təşəkkür eləmək özümə boş bildim. Mənə Zöhrə anam bir şeir atıbdı sizin yaradıcılığınızdan. Çalışacağım onu səsləndirim ama önceden kusurum olsa üzr istəyirəm. Çünki sizin yani ikimiz səsləndirə bilməsəm üzr istəyirəm. Çünki mən bəlkə də dilim, lisanım yatmaz ona. Kuruldu Türkiye Cumhuriyeti. Türklüğün talihi dönünce birden hesabı soruldu yedi düvelden. Arındı bu vatan kinden, nefretten kuruldu Türkiye Cumhuriyeti. Özgürce yaşasın diye bebeler, artık ağlamasın bacı nineler. Hep bir atsın diye seven yürekler, kuruldu Türkiye Cumhuriyeti. Adı hep yaşasın diye Türklüğün temeli atıldı büyük birliğin. Anısın diye dünya kimliği kuruldu Türkiye Cumhuriyeti. Adım adım ilerlesin Türkiye'm. Dünya gıpta ile baksın Türklüğe. İnsanlık, adalet öğrensin diye kuruldu Türkiye Cumhuriyeti. Eşk olsun hocam size, eşk olsun yüreğinize. Çok sağ olun. Hakikaten Türkiye bizim için bir, bizde mayak değiller, bir örnek değiller. Ben inanıram ki Sayın Cumhurbaşkanımız yani İlham Əliyevlə bizim Türk dünyasının başkanı diyerdim Recep Tayyip Erdoğan sayesinde inşallah
Bunların öncülüyündə biz bunu qurmuşuq və daha da ileriye aparacağıq. İnşallah. Mən həqiqətən hər zaman türklüyümlə fəxr eləmişəm. Mən nə mutlu türküm deyənə, nə gözəl ki, Allah məni türk yaradı, mənim qanımdan türk qanı axır. Həmişə fəxr eləmişəm. Mən bir şiirimi də atmışdım. O yeraz kəlməsinə tez zəhləm gedib, xoşum gəlmirdi. Mən həmişə fəxr eləmişəm ki, türkəm, Azərbaycan türküyəm. Və sizlərdən də ricam odur ki, hər sizin ətrafınızda olan insanlara, bizə Azəri deyənlərə deyin, durun qardaşım, onlar Azəri deyil, onlar Azərbaycan türküdür. Biz Anadolu türküyük, Azərbaycan türküyük. Adımız birdir. İraq necə ərəbdirsə, Suriya necə ərəbdirsə, biz birik. Türkük. Qazaq da türkdür, Qırğız da türkdür, özü türkdür. Yəni, çaxar hamısı da bir türkük. Əgər mənim anam icazə versəydi, mən o vaxt bir şey yazmışdım. Mən öz yaradıcılığımdan da bir şeyi səsləndirərdim ona. İcazə verirsənmi? Türkiyədə zəlzələ olanda məni çox təsir eləmişdi. Ona mən yazmışdım. Sən yalnız deyilsən, sən tək deyilsən, bütün Azərbaycan, sən də Türkiyəm. Sən yetim deyilsən, öksüz deyilsən, bütün Azərbaycan, sənlə Türkiyəm. Sən Türk ol, Türksən, sil göz yaşını, əyilmə, məğrurdur, dik tut başını. Qardaş, unudarmı heç qardaşını? Bütün Azərbaycan, sənlə Türkiyəm. Kilis, Şanlıurfa, Kahramanmaraş, Osmaniye, Hatay, Bakıya qardaş. Gaziantep, axıtma gözümdən qan yaş, bütün Azərbaycan sənlə Türkiyəm. Adana, Malatya, ey Adıyaman, acınız, acımız sizə fəda can, hər zaman arxamda can Azərbaycan, bütün Azərbaycan sənlə Türkiyəm. Qulağım səsdədir, gözüm yol çəkir, Surxay da sizinlə birgə can çəkir. Səni kim unutar? Ey Diyarbəkir, bütün Azərbaycan sənlə Türkiyəm. Eşq olsun Azərbaycan Türkiyə birliyinə, yaşasın Azərbaycan Türk birliyi. Məndən bu qədər. Sağ ol, Suray. Sağ ol, çox sağ ol Surxay bəy. Təşəkkür edirəm gözəl çıxışına görə, gözəl şeirinə görə.